Herkese salam. Dərs vloquyla qarşınızdayıq. Dərs yazırdıq. Sevra 2 gündür məktəbə getmir çünki xəstədir qızım. Xəstələnib, qızdırması var idi. Və dərslərimiz yığılıb qalıb. Ben çılçıramayla elimi yandırmışım. Çılçıranın əlini yandırıb evimizdə olan son xəbərləri sizə bildirək. Kardeşimin de düz burasını. Rafın da əli yanıb, mənim də əlim yanıb. Bir çılçıraq aldıq, almadıq bütün evimiz. Alizumun əli yanıb arkadaşlar. Bu arada ben Oyuncaq. yandırmış. Sevra yandırıb, mənim də əlim yanıb. Bu arada mən də göstərim benim neyim eksik. Bakın görürsünüz. Diyan daşqım. Bakın. Bakın netləmir. Bakın ağ yeri görürsünüzmü? Mənim də əlim yanıb. Bu dırnaqlardan bu həftə qurtuluram. Artıq polun üstü uzanıb dırnaq ustamın adını qışqırırlar. Nəysə Ben otur. yıkıldığım yere bakın. Bura. Ay yıxılım. Yəni evdə olan bütün son xəbərləri sizə çatdırdı uşaqlar. Nəysə 2 gündür dərsə getmir Sevra. Dərslərimiz yığılışıb qalıb. Çevrilmir. Burada yazmışıq yarısını. Akşam yazmışız. Bunları axşam yazdıq. İndi burada yazırıq. Biraz yazdıq. Sonra yadımıza düşdü ki, sizə vurulur. Raf, xodunu al, mən balam video çəkirik. Oşcun. Sən neyinsə sən xodunu al. Buraya bakın. Klonkamız da yandırıb. Yəni hər şey, evdə yanmayan bir şey. Xalçamı da az qala yandırıb. Evdə yanmayan bir şeyimiz qalmayıb yəni. İndi dərsimizi yazırıq. Nə yazırıq? Baxın, bunu yazırıq. Bunu kitabımızda eləmişik. Sonra görürük ki, müəllimə yazıb ki, dəftərdə köçürmək lazımdır. İndi dəftərə köçürdürük. 4-dən 1 çıxır. Xodun al mənim balam. 4'ten bir çıkanda 3 eləyir. 3 qalır. İndi yaz altında. 8 çıx 5. Yaz. Və xodun al, 8-dən 5 çıxacaqsan. Yaz. Nə edirsən? Ara buraxmaq lazımdır. 8. Aha, 8. Səliqəli yaz, o necə 8-də ölüb ki olab. Çıx səliqəli yaz. 5. Çıxmanı da düzgün qoy. Arkadaşlar. Bəli. Ağzında yemək danışına sikr oynayır, onu deyirdi. 8-dən 5, neçə qalır? 3 qaldı, aferin. Növbəti, 7 çıx 4. Bax, səliqəli yaz. 7. Aha, 7 çıx 4. 7. Aha, çıx Çık. 4. Neçə qalır? 3. Aferin, yaz. Beraber yatağından çıktı. Ay sən fikrin hardadır ki? Elə bildim koymuşam Ev yoxdur. beraber. Yaz 3. 3. Nə qədər 3 oldu? İndi 10 çıx 0. 10. Yanımda yani. Yaz da növbəti, yaz. 10 çıx 0. 0. Neçə? Beraberdir 10. Evet. Yaz. İndi buradan yaz. Ben ne uzun oldu? Buradan yaz. O 9 çıx 2. 3. 9-dan 2. 9. Düşdür 3-ə. 1, 2, 7. Aferin. Yaz. 9. 9 çıx 2. 9. Çıx 2. bərabərdir. Beraberdir 7. Aferin sənə. 7. 6 çıx 6. 0. Aha, yaz. 6 6. çıx 6 Beraberdir 0. 0. 10 çıx 4. 10. 10. Raf, xodun al mənim balam. Çık. 4. Gözle. 10, 1, 2, 3, 4, 6. Aferin. Arkadaşlar. Arkadaşlar geldi. Oynayın arkadaşlar. Maladın. Düştü. He. Ona bak. Indi get xodun al, otur oyna. 4. Aha, bərabərdir. Beraberdir 6. Yes. Bitti. Bu bitti. İndi bilirsiniz bugün ne var çocuklar, uşaqlar? Bilirsinizmi bugün ne var? Sevra bir metin öyrənməlidir. O, bu nə səsidir? Qarğa. Bir metin öyrənməlidir və metində baya uzundur. Bunu öyrənməlidir. Göy qurşağı söhbətini, sonra iş dəftərindən. İş dəftərimiz də var. Birinci sınıf uşağına bakın yani. Bu ne? Ye git az. Öğrenmelisən də.
Yəqin ki, bunu da yazmalısın. Deyən görüm, haradaydı müəllimə şey vermişdi. İş dəftərini boyama. Ay, açamıyorum. Hə, burada. Bunu bayım. Yəqin ki, buraları hamısını işləməlisən Sevra. Çünki buradadılar uşaqlar. Bunu işləməlisən. Bunu işləməlisən. Buranı işləməlisən. Növbəti dəndir. Bir dəqiqə bakalım. Ay, açılmır. Ay, bu niyə açılmır? Yaratın. Həyatda ən nifrət etdiyim şey bir sənədir. Bilirsiniz nədir? Görərkən belə çox iyrənirəm. O əlin dillərinə vurub kitab çevirirlər. Nifrət eləyirəm də o hərəkətdən, yəni kitab açılmayanda. Biraz özünə əl get ver, çevir açılacaq da. O nə hərəkətdir? Hələ insan içində eləyirlər. Oy, dəhşət. Fəlakətizm. Keçən müəllimə vurur. Aha, bunu yazırıq. Deyir, verilmiş cümlələri oxu. Bəli. Buraya baxın. Hə, ay, baxma qorxulu şeylər. Olmaz, sən Allah spamlayar Yusuf bizi. Gel o tərəfə. Baxayım da. Sonra deyəm, yazmalıyıq bunu. Deməli, nə deyir bizə? Verilmiş cümlələri oxu, qarşısında aid olduğu fəslin adını yaz. Meyvə tərəvəz vitaminlərlə zəngindir. Hansı fəslə aiddir? Yay. Bir dəqiqə gözlə, hansı şeydən oxuyub yazmalıyıq onu? Yay. Ha, yaz. Bəli. Yay. Bəli, yay. Böyüklə. Burada yaz. Böyüklə. Mən iş dəftərini sadə karandaşla yazmağın tərəfdarıyam. Hanı? Sadə karandaşı tap gətir, get tap gətir. O günləri bu cücəyə, yəni vlogumuzda var da, yadınızda da ailə günü vlogunda karandaşlar almışdım ha. 14 dənə var idi içində. Squid Game. Aha, git. Aha, belə. Yəni 10 dənə ya 9 dənə karandaşımız qalıb, biri də bizim deyil karandaşın. Mama, bunlar keçənkidir. Bizdə deyil. Sən keçənki də onlar. Hə, niyə qarışıb bəs? Nəysə, yaz. Yay. Böyüklə. Nə fərqi yoxdur, nə ilə yazırsan yaz. Aya. Nə boyda yaz deyə. Pozan yoxdur. Pozanla o da. Yaz. Buraya yerləşməyəcək onu deyir. Hə, yaz. Rauf, xodunu al. Rauf. Aferin sənə. Video çəkirik. Yaxşı balam. Yazdım. Biraz səliqəli yaz. Futbol komand... Hə, yazaq başlayaq. Deməli, meyvə tərəvəz vitaminlərə zəngindir. Hansı fəslə aiddir? Hansı fəsildə meyvə tərəvəz çox Gözdə olur? yazım da. Yay. Bəli, bəli, bəli. Aha, ikinci nədir? Futbol komanda oyunudur. Hansı fəsildə uşaqlar həyətdə oynayırlar futbol? Yay. Yaz. Yaz. Bəli. A. Z. Z. Aha. Böyüklə yazır. Yaz, fərq yoxdur. Nə ilə yazırsan yaz. Yaz. Yaz, yaz. Yaz yazır. Sevra, yaz, yaz. Yaz yazırım. Uşağım təşərə düşdü. Düşmədi ancaq halaldı. Biraz balaca yazır. Niyə buydu yazırsan? Karandaşım yazmır, əsəbləşirəm belə eləyir. 3 dənə karandaş almışdım sən üçün, sadə karandaş. Biri şkafdadır. İşkafdadır. Niyə işkafdadır biri? Gedim gətirəm. Yox, yaz ondan. Bunun ucu yoxdur, baxın. Digəri hardadır? Get gətir. Yaxşı. Getdi, gətirdi, gəldi. Saçın başın nə haldadır sənin? Atır. Yaz. Yaz, yaz. Gönə qəşəng yaz. Yaz. Onu ben aldım. Ben yazardı qəşəng. Yaz. Sonra nə deyir orada? Z. Z, bəli. Sonra növbəti nədir? Baxın. Əllərimizi tez-tez yumalıyıq. Hansı fəsildə əllərimizi tez-tez yuyuruq ki, xəstələnməyək, hava soyuq olur. Hansı fəsildə? Qışda. Aferin sənə. Nə yazırıq? G. Ay, sağ ol. G. G. Belə. Hə. G. Iş. Iş. Hə. İş. G belə yaz. Ana. Hə. O pıdır. Yum. Yum. Aç. Açdım. Nədir o? Hə, Minecraft'dır. Uyasın. Sən də ürəksən. Ay, mənə ürək göstərirsən. Maması qurban. Ay Rauf, sənin başına necə şampun iyi gəlir. Çünki, balım. Rauf'u bugün temizdirirsə, başından toyuq iyi gəlir.
Çünki o qədər tərləyir, qaçır. Amma bugün nəsə şampun iyi sırağa gün üçün bu hələ də şampun iyi gəlir. Nə əcəbsə. Mama bu necə yazılırdı? Bu yox qı. Bak böyle. Hani böyle. Bak. Qalan Işı. Kış yaz geçsin. Işı. Hı. Kış. Sonra növbətdə bu nədir? Vaxtında yatsaq cümrah oyanarıq. Yəni hansı fəsildə günlər qısa olur? Qışda. Payız. Yazarıq payız. Bayaq pı yazmışdın. Aha. Ayız. Ayız. Aha. Yığız. Yı. Yığız. Yı. Iz. Sı. Biz Sevraya evdə dərs elətdirmirik. Elə belə sadəcə keçdiyi hərfi yazdırıq ki, yazısı təkmilləşsin. Bütün ev tapşırıqlarını hazırlıqda eləyir. 2 gündür deyə, xəstədir deyə evdə eləyirik və bir sürü dərs edilmişlərdir həqiqətən. Deməli, nə deyir? Hər sıradakı sözləri oxu, fərqli sözü dairəyə al. Ana, ata, dadlı, müəllim. Aha. Müəllim. Xeyr. Ana, ata, dadlı, müəllim. Dadlı. Aferin. Bayralı. Aha. Niyə basırsan o qədər qələmi? Yox. Yalanım var. Yanana ehtiyac yoxdur. Hələ var ucu. Qara da bilinmir. Var. Bax. Gördün? Ha. Kitab, dəftər, qələm oxudu. Burada ana kitab, dəftər, qələm. Hə. Kitap defter gel. Qələm oxudu. Hansı fərqlidir? Okudu. Ay, aferin. Hani? Qızımın bu çıqqılı saçları uzansaydı rahat yığılardı. Arkadaşlar. Arkadaşlar bir de bizim təzə xəbərimiz var sizə. Bakın. Bakın əlini çək. Əlini ata deməyib əl vurma. Kızımın içeriden dişi çıkıp. Bu o demeydi ki ne olacak? Bir dişi de gider. Ay başla. 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 Bakın dişi yerlenir. Bu ne demeydi? Ben de bakın. Ha, bu da dişi yerlenir. Ha, aferin seni. Her şey yazılatım aldı. Bu o deməkdir ki, gözün yol çəkməsin. Bu o deməkdir ki, nə olacaq? Bizə diş pərisi gələcək. Bəs sizin ilk dişiniz düşəndə diş pərisi sizə nə hədiyyə gətirib? Yazın yorumlara görə. Ya sizdə də mənim uşaqlığım kimin diş pərisi olmuyor. Amma bizdə olacaq. Qızıma diş pərisi hədiyyə gətirəcək. Sen de olmuyor. Məndə olmuyor. Çalışalım. Neyse, mənə atam anlattı ki, gedək sənə kivi alıram. Kivi istəyirdim. Gedək sənə kivi alıram. Dedi, hə, bir də öncə diş həkimi var idi. Gəl, əmi sənin dişlərimə baxsın. Əmi mənim dişlərimə baxsın. Dişlərim bir yerlənirdi. Qoymurdum heç kimə dişimi çıxartmaya, əl vurmağa. Yəni 2 dənə kivinin badına getdim dişlərimi. 2 də əmi baxsın dedi. Onda gördüm 4 dənə dişimi birdən çəkdi. Yəni pütü qalmışdım. Dişlərim çıxdı. İndi kimi dişlərim var. Babeli karı. Sevranın dişləri də mənə oxşayıb. Rafın dişləri isə Tosun atasıdır. Bana dişler gelecek. Bilirsiniz mənə nə təsir eləyir? Bu Sevranın dişlərinin çıxması üçün mən gecələrdə yuxusuz qalmışam. İndi o dişləri tökür o. Nəysə, yaz vay qız. Əsəbləşdim. Oxudun işarəyə al. Sinirləndim. Aha, oxudu. Sonra nə deyir burada? Yazdığı oynayır, baxacaq qırmızı. Kırmızı. Yes. Ne günə qoydunuz sən onu? Ev yoxdur da elədin. Hündür, gözəl, şirin, qaşıq. Şirin. Kaşık. Yes. Uncle. Daha qaşıq. Aha. Sonraki tapşırığımız nədir? Şəkillərin ardıcıllığını müəyyənləşdir. Cümlələr şəkillərin məzmununa uyğunlaşdırıb yaz. Yazmalıyıq. Nə deyir bu? Şəkillərin ardıcıllığını müəyyənləşdir. Cümlələri şəkillərin məzmununa uyğunlaşdırıb yaz. Aha, əli tısbağa kömək etdi. Tısbağa arxasına çevrilmişdi. Tısbağa Əliyə təşəkkür etdi. Tamam. Durun bakalım. Bunu yazalım, gelelim. Evet arkadaşlar, yazdık bunu. Hani böyle yazdık. Sonra bizden istiyor ki bu hikayeye ad koyun. Ben koyacağım. Hə, koy. Sevra. Ne alakası var? Orada Əlin tısbağa köməyindən danışır.
Sonra Adın qoyacaq. hı. Mən istəyirəm ki, olsun. Absurd bir şeyler koyma. Tısbağa, Əliyə ait bir şey koy. Mesela burada en son diyor ki Əlinin karakterini seçip yaz. Əli təmizkar idi, xeyirxah idi, tembel idi. Təmiz qar. Ne əlaqə? Əli burada Tısbağaya kömək eləyir. Kömək. Hə. Tabii ki. İndi kömək nə deməkdir? Təmizkar, xeyirxah ya tembel? Xeyirxah sözün mənasını bilmir. Xeyirxah. Xeyirxah. Yaz xeyirxah. En sonuncudan başlayır. Həmişəki kimi yenə mənim zadetkam yoxdur. Rəf, xodun al mən balam. Yazım, altı. En son. Ne kışkırsan? Xodun al da. Mama yazmır. Rəf, xodun al. Alacağım ha planşeti səndən. Onu da ged o evdə otur bax. Ged o evdə otur bax. Ay Allah iyi gəlir. Ay! Atma etsə ya. Nədir o? Özü adaptır. Mamaya atırlar onu. Mamaya atırlar. Ağlayın. Hə? Bir daha böyle yaz. Xeyir, xax. Adam mamasına elə hərəkətlər eləyər, adaptırıblar. Yazır, neyinirsən sən? Okumama istiyorum. Axı olmaz, video çəkirik arkadaşlara. Ay! Açırdın dəftəri qızım. Gəl, gəl. Bela. Nerede çekeceğiz? Yazdım xeyir. Ada Aa kaldı. nə istəyirsən? Şu. Ay. Zoom. Balım, düş get. Biz dərs yazırıq axı. Bu dərs yazırıq axı. Bu dərs yazırıq axı. Düş qucağımdan. Düş. Ayla, ayla. Yenə Yazdım. gəldi. Hı. Çıktım çünkü bu da yer az. Hə, ev yox. Sonra hekayəni ad qoy. Sən qoy Əli və Tısbağa. Ya kayacağım. Mərhəmət qoya bilərik əslində. Niyə? Hə, qoy. Eləmə Rauf. Hə, gəldin hayır qucağıma. Şimdi. Dinən, dinən. Dinən. Hə? Hə? Hə, deyən. Hə, sözünü dedim. Elbette kıskanmak. Gəldi, qərarlaşdırdı Əli və Tısbağa, qısbağa. Yaz. Nə? Elbette kıskanmak. Nə? Elbette kıskanmak. Polat Dilan Polat kimi nə? Nə? Arkadaşlar. Hə. Bir çay. Milçək. Hə, sənin milçəklər alırsın. Ana bir çay bana vaxtla çıkacak. Marqet olsa sənə milçək çıxacaq. Ay, vay. Ya sana götüre. Hə, davay yaz. Ne yok? Əli və Tısbağa. Hadi. Hekayənin adını sor bizə buradan. Ali. Ha? Hı. Əli və Tısbağa. Bekle yazdı. Aha, adama da böyle yazılır da. Ali. Ali. Vallahi biz sizi unuttuk. Bayaqdan elə yazırıq. Yox, Raf. Yazırıq, sizi unuttuk. Deməli, neçə dənə yazmışıq? 1, 2, 3-cünü yazırıq artıq. Deməli, narıncı rəngdə nə varsa var. Portakal. Aha, yaz. Portakal, narıncı, yer kökü. Yer Narıncı, yer kökü. Bir de düğme var. Hə. Portakal, narıncı, yer kökü. Elə yaz da bura. Nədir, Raf? Bunu yazıp portakal. Hə, Naringi. portakal, naringi, naringi mandalindir də. Sonra kök yaz indi. Portakal. Da. Aha, elə yaz yerləşsin. Böyle yaxşıdır. Hə, yaz. O. Portakal, O. r, R. T. A. R. C. A. L. yaz. A, R. P, O, R, aha. T, biraz düzgün yaz. Hə, sonra. A. Hə, R. G. R. Səhv yazıbsan orada. G.
Rırıqı. Səhv yazıbsan da. Portağal. Hı. Ğı. Alı. Alı. Ay da çıxacaq. Eyb yoxdur, alı, Bu da balaca yaz. yazaydım gene. Alı. Yaz. A. Köç altdan. Rauf, xod vermək istəyirsənsə mən balam. Götür planşeti, get o bir evdə otur, bax. Naringi. Ha, yaz Narin. Onda mən də burada xod verməyə icazə vermirəm. Biz dərs oxuyuruq. Ağlamaya heç bir şey dəyişdirmir. A, A. R, R. I, Z. N. N. Ha, A. Başla. C, I. Rauf, ağlamayan bir şey dəyişdirmir. İ. Hə, bir də kök. Kök. Ç. A. Ç. Ç. Evet, yazdık. Bunu da yazdık. Bunu da yazmışdıq. Oşcan. İndi buradayıq. Verilmiş sözləri cümlədə işlət. Nə deyir? Səma. Siz Allah, qövs nədir? Bu uşaq nə bilsin ki, qövs nədir? Yəni qövs nə deməkdir ki, bura qoyublar birinci? Qız deyil, qövs. Sən nəsə şeyə aid bir sözdür. Can, nə oldu? Buram yazılmışdı. Ağırdı. Can. Nə, Səma. Nə yazaq? Səmaya aid cümlə. Diye. Göy. Bilirik, səma göydür. Nə yazaq ona aid cümlə? Gözlə, bir dəqiqə. Yuxun gəlir. Kazandım. Aferin. Yaz. Buludlar səmanı örtmüşdü. Yaz. Buludlar səmanı örtmüşdü. B. U. Ben gözün yerimin mısın gel. Evet arkadaşlar, iş vərəqindən, iş dəftərindən bir xeylaq iş gördük. İndi gəlir əsas məsələ, mən bunu Sevraya öyrətməliyəm. Sonra isə keçəcəyik bura. Buna deməli müəlliməmiz veribdi E və Ə tapşırıqlarını. Bunları yazmalıyıq. E. Dönə deyir, nöqtədən yeni gələn sözləri seçib cümlələri oxuyun. Göy, yaşıl, qırmızı sözləri bildirir. Tamam, bunları yazarıq. Sonra ilk öncə bunu yazmalıyıq biz. Hava tutulur. Oxumalıyıq. Aha, Sevoş, aç qulağını. Qulağı 8 aç dinlə. 8 aç. 4 yox, 8 aç. Hava tutulur. Göy üzünü qara buludlar alır. Təkrar elə. Hava tutulur gözler. Göy üzünü qara buludlar alır. Göğsünü kara bulutlar. İndi siz gözləyin, mən Sevraya bir dənə sehir eləyim. Sevranın ağlına həmən girsin. O vaxtda yadınızdadır, bez bebək falan var idi. Nana uşaqların ağlına belə dərsi həmən salırdı. İndi başlayaq. Mən deyirəm. Hokus pokus, hokus pokus, hokus pokus. Şşt. Eğlendi. Hadi bakalım. Düz bir saat geçip sehir yapmaya başladığımız anın üstünden. O arada yemeği de yemişik. Biraz dalaşmışıq da, biraz oynamışıq da. Ondan sonra tekrar başlamışıq ders. Uy, ne oldu? Bəli, karşınızda göy qoşağı necə yaranır mətli. Da-da-da-da-da. Başla. Hava tutulur. Göğsünü kara bulutlar alır. Şimşek çakır. Aha. Yağış yağır. Yap. Doğru oku. Mən sənə sihir eləmişəm. Şimşək çaxır. Şimşek çakır. Şimşek çakır. Yağış yağır. Yağış yağmaya başlayır. Yağış yağandan sonra güneş çıkır, güneş yağsın. Ne oldu? Bayaqdan nə qəşəng oxumuşdun? Yadımdan çıktı bir damcı. Eləyəndə. Nə səs çıxdı ki yadından? Yağış Aha. Yağış damcıların üzerine düşür. Aha. Bu zaman
güneş şüası renklərə ayrılır. Həmin rənglər qovuna, Səmada. səmada Göz şəklində göv şəklində düzülür. düzülür və göy quşağı yaranır. Ay, sağ ol. Göy quşağı. Göy quşağı Daha çox hansı ayda görünür? yaz. Yaz yağışından. Yaz yağışından sonra. Aha, sonra görünür. Göy quşağının neçə rəngi var? 7. Afərin. Bəli, keçirik növbət dərsimizə. Bunu təsəvvürə təbii ki, təkrarlatdıracağam, amma ki vlogu paylaşmalıyam. Ona görə bunu ötəri keçdim. Vlogdan sonra təkrar oxuyacaq və super əzbərləyənə qədər davam edəcək. Burada bizə nə deyir? Samitlərə uyğun saatlər artırmaqla tapmacaların açmasını tapın. Nə deyir burada? Aha. Çalışma bizə burada samitlər verib. B, L, D. Hə? Sonra bizə burada tapmaca verib. Göydə gəzər qalaq-qalaq, gah tutqundur, gah rəngi ağ. Göydə gəzər qalaq-qalaq, gah tutqundur, gah rəngi ağ. Göydə nə olur ağ? Bulut. Əfərin. Deməli, B, L, D sözünü hansı saytı artırmalıyıq? Bulut. Hansı saytı artırmalıyıq? U. Aferin sənə. U. İndi bunu yazmalıyıq bura. Ama burnuma tutursan. Hə, gözü fikirləşirəm, gözü görüm nədir, bura yazmalıyıq. Bu nədir? İndi isə həmin söz nöqtələrin yerinə yazma. İndi isə həmin sözlərə uyğun gələn yaza tez-tez yazmaqla cümlələri köçürün. Ne? Bir dəqiqə. Yazmış. Hə, burada məsələn yazırıq yağış. Burada günəş şüaları torpağı qızdırır. Günəş yüzünü qaraldı. Bunları dəftərimizə yazacaq deyəsən. Nöqtələrin yerinə uyğun gələn sözləri seçib cümlələri oxuyun. Nə deyir bu? Nöqtələrin yerinə uyğun gələn sözləri seçib. Göy, yaşıl, qırmızı sözləri nə bildirir? Bunu yazacaq. Bunu yazacaq. Bunlar dəftərə gedəcək. Uyğunluğu müəyyən edin. Hava tutulur. Günəş çıxır. Yağış yağır. Şimşək çaxır. Şeirdə bitişik verilmiş sözləri müəyyən edərək oxuyun. Mənə gecələr baxın, səhər oldu yatıram. Günəş çıxana yaxın gözündə batıram. Bunu mənə öyrətdi. Müəlliməm sevir. Ay Allah, bunu da keçirəcək. Uşaqlar, biz gedək. Bu səhifəni köçürək gəlirik. Yaxşı, gözlüyün sinirləndim. Gözlüyün gəlirik, köçürək gəlirik. Sifətə baxın, yazırıq uşaqlar. Böyle yazırız. Bu mətni yazırıq. Burada tapdığımız tapmacada. Can. Bu arada sən demişdin yazaq gəlir. Hə, demişdim amma yenə dedim arada çəkək də. Burada tapdığımız tapmacaların cavabını burada cümlələrin başına əlavə edib yazmalıyıq. Gözünü qara yaz. Qara yazmış. R. Hı? Ayda. Ev yoxdur. Sizi görür, özünü itirir bu qız. Ha. Qara. Sizi görməyəndə özümü itirmirəm. Bulut. Ey bulut, qara bulut. Yaz. Qara bulut, yaz bulut. B-U-L-U-D. Blue. Bulut. Yaz. Bulut. Ey bulut, qara bulut. Yaz. Yaz. Dingiş yaz. B. 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 Bulut. Bu. Hə. Li. Adı niyə vurursan məni? Of. Başımın belası. Oyda da. Hə, yaz. Davay, gəl yaz. Əlim bunun ucuna. Yaz. Yaz. Sakinləşdilər. D. Hə, bulut aldı. 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 Aldı yazmış. Of, tam 2 saat yarımda otur, həll dərs eləyirik. Hələ də bitməyib. Aldı. Düz yazıram. Hə, Bakayım. Böyle. Pis gidiyorum yazın. Yo, yaxşı yazmısan. Qəşəng Bunu yazmısan. pis yazdım. Günəş sözün qəşəng yazdı. Ondan sonra bir dənə mama səsi eşitdi. Ay qız səliqəli yaz. Eşitdi. Ondan sonra yenə başladı normal yazmaya. Görürsünüzmü? Ana qışqırığından öncə, ana qışqırığından sonra gördünüzmü? Siz bilirsiniz niyə bütün videolarda Raufun dırnaqlarının içi qapqarı olur?
Bak görürsünüz. Bak. Dırnağı, ay Allah tertemiz ediyor. Allah ne içine koydu. Dırnağı gösterindi. Bakın. Kafkar buna bak. Allah. Ben sen tırnaklarımızı temizleyeceğim. Ben hoşlanıyorum. Slime Allah ne içine koydun? Ay valla. Tırnak yok diye. Üminli tırnağın salı. Tırnağın yok diye ama içi kapkaradı. O necə olur? Bakın. Ben de saldım. Buraya bakın. Bazar 2 gündə öyle tutmuşam tırnaqları. Bazar günü tutmuşam. Heç istəm valla. Neyse uşaqlar baxın. Oldu. Buraya yapıştır. Düş oluş bir dənə çəkiliş edək. Şu kızım. Squishy deyir o slime'dır. Şurayı ver. Slime. Slime'dır deyir o plastirindir. Desteğini ver. Hə, keç. Nəhayət bitdi. Bir vərəq yazını yazdıq. Baxın. Baxın bunu, bir də bunu mən yazmışam. Bunu da mən yazmışam. Əslində qırmızı ruçka ilə yazacağam. Bunu da tapa bilmədiyi ruçkamızı digərlərini Sevrə yazıblar. Hamısını Sevrə yazıb. Gördünüz mü? Qızımın xəttini. Bilirsiniz mənə nə maraqlıdır. Sevra məsələ mənim yanımda oturur. Mən yanında oturam. Görün nə gözəl yazıb da. Yəni çox qəşəng səliqəli yazıb. İndi sizə Sevranın məktəbdəki yazısını göstərəcəm. Bunlar da evdə yazıb. Bunu məktəbdə yaz. Bunu məktəbdə yazıb. Aslında o da pis görmüşəm. Ada nə qarsınız? Dur ayağa. Amma məktəbdə mən fikrimdə çox da səliqəli yazmır. Yəni mən daha mükəmməl olmasını istəyirəm. O dəfə o kadar ağacısı var idi. O bu dəftərdə deyil. Hə, dur. Evet arkadaşlar birazcık yemek fasiləsi verdi. Yeməklərini yesinlər. Sonra bir damcı dersimiz qalıb. Onu da eləyək. Sonra yatırlar. Rauf burada özlərini təmizləyib yeməkdən sonra yeməyi gözləyir. Belə təsəvvür edin dərs aralığında həm gün orada yedik. Həm də axşam yeməyi yeyirik. İndi siz təsəvvür edin biz neçə saatda dərs edirik. 4 saat. Evet. Geldi yeniden derse. Başına. Neyse. 2 tane yazımız qalıb burada. Onları da yazaq. Sonra ne olur? Gedirik yatmağa. Yok. Ne yok? 9'a işləyir şey. Hə, gözlə McDonald's bu dəqiqə. Yok, yatmaq. Sabah başlayacağız. Zaten 2. Harca 4 dəfə məktəbə gedəcəksən. Ondan sonra bitir tətildə 7 gün evdəsən. 7 gün. Belə. Mən burada bu vlogu sonlandırım. Onda bir daha bir söz deyim. Uşaqlar. Ay bu divar iyice mənim əsəblərimi pozur. Bunu boyasaydım mən. Hələ göydəki squishimizə baxın. 60 olur. 60 odunda Rauf adı bunu oraya qalıb. Baxın oraya. Hə, bir də televizorumuza baxın. Nə yapışdırmışıq. Dur. Görün nə yapışdırmışıq. Çok şirinli. Orada bizə baxın. Oy. Vay. Hə. Bir dakika. Hə. Hə, squishini sən yapışdırmısan da elə. Neyse. Bitirək yazımızı. Sizlə də sağollaşaq. Burada vlogumuzu sonlandıraq. Növbəti vloglarda görüşmək üzərə. Videomuzu bəyəndinizsə kanalımıza. Ne oldu? Bunu yazmadık çünkü bunu yazmadık. 2 dənə yazı qalıb da. Ha, davay, yaxşı. Tamam, yetişdin. Bu yani. Like atıp yorum yazmayı unutmayın.